Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə sensasiyalı bəyanatla çıxış edir. O qeyd edib ki, erməni cəmiyyətində türklər Azərbaycanlara qarşı düşmən obrazı Rusiya tərəfindən formalaşdırılıb. Biz Rusiya agentləri tərəfindən formalaşdırılmış bu düşüncə tərzindən azad olmalıyıq deyə Paşinyan qeyd edib. Bəs vətəndaşlarımız necə düşünür? Ermənilərin Azərbaycanlılara, türklərə qarşı bu münasibəti Rusiyadan mı qaynaqlanır, yoxsa bu erməni xisləti, erməni xarakteridir? Azərbaycanlılarda niyə ermənilərə qarşı nifrət olmuyor? Ümumiyyətlə, mənə elə gəlir ki, başqa xalqlara qarşı da xislətində var. Təkcə bizə yox. Ümumiyyətlə, onlar təbiətən belədirlər. Sadəcə erməni xislətidir bu. Erməni, belə deyək də, böhtanıdır, yalanıdır, şəridir. O xalq həmişə belə işlərlə məşğul olub. İndi Paşinyan onu nə qədər dəqiq deyib, deməyib, mən onu bilmirəm. Hər halda Paşinyan dövlət rəhbəridir, elə məsuliyyətsiz çıxış eləməməlidir. Sən əgər kimsə səni öyrədirsə ki, düşmənçilik elə, niyə eləməlisən? Sənin özünün də bir vicdanın olmalıdır, bir millət kimi. Biz ermənilərə qarşı heç vaxt pis olmamışıq. Bizim torpağımızda yaşayıblar, onlara yer vermişik, onlara dostluq eləmişik. Hər bir şərait onlar üçün yaradılıb. Ümumiyyətcə, erməni xalqı düzələn deyil. Biz bundan sonra əgər barışıq olsa belə biz yenə də öz sərhədimizi möhkəm eləyib ermənilərlə heç bir əlaqəmiz olmamalıdır. Çünki bunun üçün bizə ən azından şəhidlərin ruhu bağışlamaz. Mən heç vaxt bundan sonra erməniylə dostluğun tamamilə əleyhinəyəm. Ermenistan'ın tabii ki bu açıklaması ancak bir pişmanlık açıklamasıdır ve bunu Rusya'ya yıkma çabasıdır. Ermenistan bunu tüm dünya bilir ki prangaları arasında sadece Rusya yok. Fransa var, ABŞ var. Yani bunu sadece Rusya'nın üstüne yıkma çabası, bu Ermenistan'ın bence pişmanlık çabasıdır. Türkler kadim tarihleri boyunca, ki Türklerin evveliyatı nice şan ve zaferlerle doludur. Biz düşmanlarımızı bile katletmeden, onlara bakarak, besleyerek, yedirerek, içirerek analarına, yuvalarına hep teslim eden bir millet olmuşuz. Yani biz Türklerin misafirperverliği 1000 yıldan da artıktır. Ona göre biz Türklerin kin ve nefret büyütmedense diyalog halinde olup barış içinde işbirlikleri yaparak bu gibi şeylere odaklanıyoruz her zaman. Yani o yüzden bizim içimizde hiçbir zaman düşmancılık yok. En büyük təhlükəni həmişə onlar Türklərdən gözləyir. Ona görə də erməni faktoruna qabardan öncə Rusiya olur. Onların maraqlarına xidmət edir, onların maraqlarına. Gəl baxaq görək 1905-15 neçənci illər bizim başımıza gələn hadisələrin hamısını ermənilərin əli ilə Ruslar eləyiblər. Bunu inkar eləmək mümkün deyil. Paşinyan bir demokratik fikir adamdır. Hər halda onun reallıqla razılaşan adamdır. Bizə real Ermənistan lazımdır deyir. Ağıllı adamdır. Yəni o mənada bütün bu gündə o sabitləşən deyək ki, sülh sazisinin imzalanmasına zaman az qalan bir məqamda Rusiya müxtəlif oyunlar oynayacaq. Ermənistan'da o qəşəng bilir hansı proseslər baş verəcək, hansı proseslər erməniləri gözləyir. Sovet dövrünün bir hissəsində ermənilərlə Azərbaycanlılar, yəni mehriban yaşayıblar, qohumluq əlaqələri falan, amma 80-ci illərin sonunda bu münaqişə təzədən başlayıb. Hardasa ola bilər. Çünki münaqişənin olmağı lazımdır ki, dövlətlər, böyük dövlətlər idarə eləyə bilsinlər, təsir altında olsun. Amma tam olaraq da Rusiya ilə bağlı olduğunu da düşünmürəm. Paşinyan dəfələrlə bu fikri işlədib, digər erməni bu indiki hakimiyyət nümayəndələri də deyilib ki, erməni genəsid deyilən qondarma məsələ çox maraqlı bir şəkildə yalnız 40-cı illərin sonu 50-ci illərdə meydana gəlibdir. O vaxta qədər əcəba bu erməni genəsidi yox idimi? Və bu Türkiyəyə qarşı o dövrdə Stalin dövründə bilirsiniz ki, dırnaqarası Ermənistan torpaqlarının, Gürcüstan torpaqlarının qaytarılması kimi bir kampaniya başladılmışdı. Onun bir tərkib hissəsi kimi irəli sürülmüşdü. Türkiyəni o vaxt NATOya sürükləyən, Türkiyənin müəyyən məsələlərdə fərqli addımlar atmağa vadar edən əsas amillərdən biri də o vaxt ki, Rusiya SSR təhlükəsi idi. Bir qayda olaraq Osmanlı dövründə onların qondarma genosid dediyi məsələ nəyə cavab olaraq genosid yox, amma əslində baş vermişdi. Rusiya 1-ci Dünya müharibəsində Türkiyəyə hücum edən kimi ondan əvvəl 19-cu əsrin əvvəllərində, hətta 17-ci əsrin sonundan başlayaraq müəyyən erməni çetələrini, dəstələrini, dırnaq arasındakı erməni məlikliklərini və s. istər Türkiyədə, istər demək keçmiş Azərbaycan sülalələrinin, Qazır Azərbaycan dövlətində ciddi bir şəkildə istifadə etmişdi və nəticədə onunla qutardı ki, əksinə ermənilər güya hansı torpaqları əldə etməli idi. Mifik, illüzyon bir dövlət, dənizdən dənizə dövlət qurmaq idi, amma demək yaşadıkları yerlərdən də məhrum oldular və bunun da əsas səbəbkarı
belə demək mümkünsə, daxili mənada erməniləri, erməni kilsəsi idisə, amma xaricdən bunu körükləyən Rusiya idi və Rusiyanın maraq və mənafələrinə belə deyək ki, əslində qurban getdi bir çox yüz minlərlə erməni. Paşinyan da məncə buna işarə edir, haqlıdır, doğrudur və bu ermənilər bunu nəzərə almasa onların ümumiyyətlə silinməsi məsələsi əvvəl-axır gündəmdə olacaq. Azərbaycan imperiya millətidir, Azərbaycanlılar və imperiya milləti o imperiyanın digər xalqlarına, orada yaşayan digər xalqlara həmişə daha imtiyazlar verib, onların müdafiə edibdir. İkinci, bizim dinimizdə xristianlara və ya yahudilərə əhli kitab hesab olunur. Halbuki ermənilərin erməni kilsəsi bizi kafir hesab edir. Əhli kitab hesab olunur və onların müdafiəsini dövlətin, hakimiyyətlərin üzərinə qoyub, bir şərt kimi qoyur. Yəni həm mənəvi baxımdan, həm də tarixi baxımdan bu bizim daxili xislətimizdən irəli gələn bir məsələdir.